Hər birinizi xoş gördük əziz imtahan verəcək 9-cu siniflər və əziz izləyicilər. Bugün 9-lar imtahan verəcəyi üçün onlara dəstək məqsədli bütün mövzuları təkrarlaya biləcəyi bir sınaq seçdim və o sınağı izah edəcəm. Seçdiyimiz sınaq ötən ilin son OTK-sıdır. Yəni rəsmi dövlət sınağıdır. Gəlin suallara keçid edək. İlk sualda deyir ki, 3 minus 12a kvadrat çoxaltısını vurğulara ayırın. 3 mən burada mötərizə xaricini çıxarsam, yerdə qalır 1 minus 4a kvadrat. Onu da mən belə yaza bilərəm. 3 vurulsun 1-in kvadratı minus 2a'nın kvadratı. Bu da bizə müxtəsər vurma verir. A kvadrat minus b kvadratı verir. Bunu da yazarıq. 3 vurulsun 1 minus 2a vurulsun 1 plus 2a. Cavabımızı görürük ki, D variantıymış. Keçdik ikinci suala. Deyir ki, A və B hadisələr üçün y böl x nisbətini, yəni y-in x-ə olan nisbətini tapın. Çalışacağım ki, bütün sualları ətraflı izah edim ki, həm qaydasını başa düşəsiniz, həm də sualın özünü başa düşəsiniz ki, imtahanda sizə daha çox fayda versin. Həmçinin 5-6 sualımızı buradan qarantiyaya alaq. Deyir ki, A hadisəsinin baş vermə ehtimalı 0,28-dir. Baş verməmə ehtimalı y-dir. Biz bilirik ki, hadisənin baş vermə ehtimalı ilə baş verməmə ehtimalının cəmi, yəni hadisənin ehtimalı ilə əks ehtimalının cəmi bizə 1 verir. O zaman 0,28 plus y də bərabər olar 1-ə, x plus 0,76 da bərabər olar 1-ə. Buradan y bərabərdir 0,72 alırıq. Buradan da x bərabərdir 0,24 alırıq. Bizdən y böl x nisbətini istəyir. Yəni 0,76, daha doğrusu 72 bölünsün 0,24. Bu da bizə 3 cavabını verir. Cavabımız oldu 3, yəni D variantı. Keçdik 33-cü suala, yəni bizim üçün 3-cü suala. Deyir ki, bir üzünün diagonalı 4 kök altda 2 olan kubun yan səthinin sayısını tapın. Gəlin bir kubu yada salaq. Deməli, buradan kubu çəkək. Qeyd edim ki, bu tip sınaqları çoxluca işləmək istəyirsinizsə və buraxılışa tam hazır olmaq istəyirsinizsə, ödənişli dərslərimizə də qoşula bilərsiniz. Nömrədən WhatsApp-ımıza yazaraq ətraflı məlumat əldə edə bilərsiniz. Bizə deyir ki, bir üzünün diagonalı, məsələn, bu diagonal 4 kök altda 2-dir. 4 kök altda 2. Bilirik ki, kubdursa, bunun hər tərəfi kvadratdır. O zaman bura A, bura A'dır. Burada 90 dərəcədir. Diagonal 4 kök altda 2-dirsə, mən belə də tapa bilərəm. A kvadrat plus A kvadrat bərabər 4 kök altda 2-nin kvadratı. 2A kvadrat bərabərdir 16 vur 2. Yəni birbaşa yazıram 32. A kvadrat bərabərdir 16. A bərabərdir 4. Və yaxud da elə bilirəm ki, bərabər yanlı düzbucaqlı üçbucaqda hipotenuz katetin kök 2 mislinə bərabər olur. A-nı tapdım 4. İndi nəyi tapmalıyam? Biz də yan səthi istəyir. Yan səth bilirik ki, S-yan bərabərdir 4 dənə bir üzdən ibarətdir. Yəni 4 dənə bu üzə bərabərdir. Bəs bu üz nəyə bərabərdir? 4 vurulsun. Bir üzü kvadrat olduğu üçün A kvadrat olur. Yəni S-yan bərabərdir 4 vurulsun 4-ün kvadratı. O da bizə 64 cavabını verir. Cavab 64, yəni A variantı. Keçdik növbəti suala. 34-cü sual. Deyir ki, 34-cü sualda altda bir hissəsi dolu olan çənin boş qalan hissəsinin həcmi dolu hissəsinin həcmindən neçə dəfə çoxdur? Deməli, altda bir hissəsi doludursa, altda 5 hissəsi boşdur. Düzdür? Altda bir hissəsi dolu, altda 5 hissəsi boş. Dolu, boş. Bizə deyir ki, boş qalan hissə, yəni altda 5, dolu hissədən neçə dəfə çoxdur? Bunu öyrənmək üçün boş hissəni dolu hissəyə bölməliyik. 1 böl 6-ya. 6'lar gider. 5'i 1'e böldükdə də 5 edər. Cavabımız olur 5, yəni D variantı. Həmçinin sizə bir tüyo verim. Bunu ədəddə qoyub hesablamaq olar. Məsələn, tutalım ki, çənimiz 100 litrdir və yaxud da tam hesab olması üçün 60 litrdə. Altda bir hissəsi doludusa 10 litr doludur, 50 litri boşdur. Yenə gəlib 50 litri 10 litrə böldükdə 5 cavabını alarıq. Keçdik 35-ci suala. Deyir ki, 402'nin kvadratı minus 398'in kvadratı bölü 800 ifadəsinin qiymətini tapın. Yuxarı ilə A kvadrat minus B kvadratdır. O zaman yazarıq ki, A minus B, yəni 402 minus 398 vur 402 plus 398.
böl 800. 402 plus 398 bizə 800 verər. Bu 800-lər ixtisar olunar. Yerdə sadəcə qalar 4 cavabı. Cavabımız olur 4, yəni A variantı. 36-cı suala keçid etdik. 36-cı sualda deyir ki, 60 ədədinin 6%-i A, 80 ədədinin 8%-i B ədədinə bərabər olarsa, kök altda A plus B-ni tapın. A bərabərdir 60-ın 6%, yəni 60 vur 60 bölü 100. Bu da bizə 36 verər. B bərabərdir 80 vur 80 bölü 100. Bu da bizə 64 verər. Bizə deyir ki, kök altda 36 plus 64 cəmi. Bu da kök altda 100 edir. O da bərabərdir 10-a. Cavabımız oldu 10, yəni A variantı. 37-ci suala keçid etdik. 37-ci sualda deyir ki, M bərabərdir ABC, BAB, CCA ədədləri üçün doğru ifadələri müəyyən edin. Gəlin birinci növbədə bunları açıq şəkildə yazaq. M bərabər imiş 100A plus 10B plus C plus 100B plus 10A plus B plus 100C plus 10C plus A. Gəlin indi M-i sadələşdirək. Burada bir yerə yığaq. A-lardan nə qədər var? 111. 111 A var imiş. B-lərdən nə qədər var? 111. Plus 111B. C-lərdən nə qədər var? 1, 110. Yenə 111C. Deməli, M ədədimiz nə imiş? 111 vurulsun A plus B plus C. İndi deyir ki, doğru olanları müəyyən edin. Baxaq görək, 9-a qalıqsız bölünür. 9-a qalıqsız bölünür deyir. Gəlin baxaq. Burada 37-yə yalnız qalıqsız bölünəcək. 90, 21, bəli. Görürük ki, bu ədədi 9-a böldükdə tam bölünməz. Düzdür? 99, 108. Bəli, tam bölünməz. Deməli, 1, 7. 3-ə böldükdə 3-ə də bölünməz. 99, 102. Yox, 3-ə bölünür, 3-ə bölünür. Gənclər, 111 3-ə bölünür. 111 bölünsün 3. Neçə dəfə düşür? Deməli, 37 dəfə, səhv etmirəmsə, 37, 90, 21, bəli. 3-ə bölündüyü üçün, deməli, bu ifadə 3-ə bölündüyü üçün M-in özü də 3-ə bölünəcək. O zaman 3-ü götürərik. Həmçinin 37-yə də bölünür bu ifadə. 37-yə də 3 dəfə bölünür. O zaman bu da oldu 2. Deməli, cavabımız oldu 2 və 3, yəni C variantı. Deməli, nə etdik? Ədədi açıq yazılışda yazdıq. Yəni, mərtəbə toplananlarının cəmi şəklində yazdıq. Bu zaman ədədin nəyə bölündüyünü görmək olur. Oradan da görürük ki, 3-ə və 37-yə bölünür. O zaman 2 və 3-ü seçdik. Keçirik 38-ci suala. Deyir ki, kök altdakı ədədinin kəsri hissəsi A ədədinə bərabər olarsa, bu ifadənin qiymətini tapın. Kök altdakı təqribən neçədir? Bilirik ki, 1-in kvadratından böyük, 3-ün kvadratından, daha doğrusu 2-nin kvadratından kiçikdir. O zaman deyə bilirik ki, bunun kəsr hissəsi hardasa, daha doğrusu tam özü 1 tam onda neçəsədir. Məsələn, 1 tam onda 4, məsələn. Bunun kəsr hissəsini tapmaq üçün bundan neçə çıxmalıyam? 1 çıxmalıyam, düzdür? O zaman mən deyə bilərəm ki, kök altda 2-nin kəsr hissəsi, yəni kəsr hissəsi bərabərdir kök altda 2 minus 1-ə. Çünki kök altdakı bizə 1 tam onda neçəsə verir. Bundan 1 çıxmalıyam ki, kəsr qalsın. İndi hesablama apara bilərəm. 2 minus kök altda 2-yi bölünsün. A kəsr hissədirsə yazaram kök 2 minus 1 minus 1. İndi buradan yazaram ki 2 minus kök altda 2 bölünsün kök altda 2 minus 2. İndi dostlar, burada maraqlı məqam nədən ibarətdir? Tutalım ki, bu ifadə 5 verir. Məsələn deyirəm, bura 5 verir, bura mənfi 5 verir. Mən bunları ixtisar eləmək üçün, ixtisar eləyə bilmək üçün nə eləməliyəm? Bunu eləməliyəm, müsbət 5. Amma müsbət 5 edərkən nə eləmək lazımdır? Bunun qabağına bir dənə də mənfi atmaq lazımdır ki, bu təzədən mənfi 5 olsun. O zaman bu məntiqlə yazaram ki, 2 minus kök altda 2 bölünsün
2 minus kök altta 2. Amma qarşıya nə atdım? Mənfi atdım ki, bu ifadə dəyişməsin. Bayaq göstərdiyim misaldakı kimi. Bunlar ixtisar getsə 1 böl mənfi 1 qalar. O da elə mənfi 1 edər. Cavabımız mənfi 1 D variantı. Keçdik 39-cu suala. 39-cu sualda deyir ki, ABC üçbucağında MN paraleldir AC-yə. Deməli, AC 2K, yox, MN 2K, AC 3K. B'nin 4 olarsa NC-ni tapın, X. Oxşarlıqdır gənclər. Bilirik ki, bura alfa, bura beta, burada gamma desək. Kiçik alfa olur, burada alfa olur, burada beta olur. Kongruent oxşar üçbucaqlar yaranır. Kiçik alfanın qarşısındakı 4 bölünsün böyük alfanın qarşısındakı 4 plus x bərabər olur nəyə? Kiçik qammanın qabağındakı 2k bölünsün böyük qammanın qabağındakı 3k-ya. Deməli, buradan k-ları aparsaq, qalır, çarpaz vurduqda 12 bərabərdir 8 plus 2x, 2x bərabərdir 4, x bərabərdir 2. Deməli, bizdən nə istəyirdi? NC-ni, yəni x istəyirdi, o da ki 2y variantı. Belə əziz izləyicilər, əziz 9-cu siniflər, keçdik 40-cı suala. 40-cı sualda deyir ki, 60 dərəcəli mərkəzi bucağa uyğun dairə sektorunun sahəsi 24 pi santimetr kvadrat olarsa, dairənin radiusunu tapın. Deməli, bir dənə dairə verilib bizə. Deyir ki, 60 dərəcədir bura. 60 dərəcə. Bu sektorun sahəsi 24 pi kvadratdır. Sektorun sahəsini necə tapırdıq biz? Pi r kvadrat alfa böl 360. Alfa böl 360 onu göstərirdi ki, 360 dərəcə tam hissəsidir, tam dairənin sahəsidir. Alfa isə onun bir hissəsini, sektorunu göstərir. Tamam, gəlin indi hesablayaq. Pi vur r kvadrat vur 60 böl 360 bərabərdir. Bizə verib ki, 24 pi'dir. Pi'lər ixtisar olunar. Yerdə nə qalar? R kvadrat böl 6 bərabərdir 24'ə. R kvadrat bərabərdir 24 vur 6'ya. Gənclər, indi burada diqqətli baxın. Bunu yazıram mən 4 vur 6 kimi. Niyə yazıram? İşimi rahatlatmaqın sonra. R bərabərdir kök altda 4 vur 6 vur 6. 4'dən kökdən 2 çıxır. 2'dən 6'da elə bir dənə kökdən 6 çıxar. O da etdi 12. Deməli, radiusumun uzunluğu 12 imiş. Növbəti 41-ci suala keçid etdik. Deyir ki, 41-ci sualda kök altda 6 minus kök altda 2 vur, kök altda 3 minus 1 ifadəsi plus 1 ifadəsinin qiymətini tapın. Heç nə, birinci bura, sonra bura vuracaq. Kök altda 6-nı kök altda 3'ə vurduqda edir kök altda 18. Plus kök altda 6 minus kök altda 2-ni mənfi kök altda 2-ni müsbət kök altda 3'ə vurduqda edir mənfi kök altda 6. Minus kök altda 2. Kök altda 6'lar islah olunur. Kök altda 18 mən yazaram ki, kök altda 9 vur 2. Minus kök altda 2. Bu da eləyər 3 kök altda 2 minus kök altda 2. Yerdə qalar 2 kök altda 2. Yəni A variantı. Bu da maraqlı bir sual idi. Həqiqətən sınaq çox qəşəng sınaqdır. Çətinliyi tam belə yerində seçilmiş sınaqdır. Zaten OTK-nın sınaqdırsa, deməli işə yarayır. Keçdik 42-ci suala. Deyir ki, hipotenuzu kök altda 21 cm, katetlərindən biri kök altda 1 cm olan düzbucaqlı üçbucağın digər katetinin uzunluğunu tapın. Düzbucaqlı üçbucaq qeyd edək. Deyir ki, bura kök altda 21, bura kök altda 5'dir, burada x'dir. Pifagor teoremini tətbiq etsək. X kvadrat plus kök altda 5'in kvadratı bərabərdir kök altda 21'in kvadratına. X kvadrat bərabərdir. Kök altda 21 kvadrat edir 21, kök altda 5'in kvadratı edir 5. Bu tərəfə getirsəm, çıx 5. X kvadrat bərabər imiş. Deməli, 16'ya, x bərabər imiş 4'ə. Cavabımız oldu D variantı. Keçdik 43-cü suala. Deyir ki, A plus B bərabərdir 8, A vur B bərabərdir 3 olarsa, A kvadrat plus B kvadrat cəmini tapın. Köməkçi müxtəsər düsturu bilməlisiniz. Köməkçi müxtəsər vurma düsturu. Deməli, A plus B-nin kvadratı minus 2AB bərabərdir A kvadrat plus B kvadrata. Niyə belədir? Bunun açılışını bilirik. Zəhmət olmasa özünüz bir düşünün. Gəlin də açaq. A kvadrat plus 2AB plus B kvadrat. A kvadrat plus B kvadrat olmaq üçün nə artıqdır?
2AB. Bəs biz burada nə eləmişik? O 2AB-ni çıxmışıq. İndi gördünüz bu düstur hardan alınır? Gəlin indi hesablayaq. A plus B-ni bizə verib 8. 8-in kvadratı minus 2 vur olsun, AB-ni də bizə verib 3. Yəni 2 vur 3. Bərabərdir. Bizdən istənilən ifadə. 64 minus 6, o da bərabərdir 58. C variantı. Əslində çətin görsənən şeylər heç də çətin deyilmiş. Əgər çətin görsənirsə də deməli əlim əlimdə hazırlaşmayıbsınız. Keçdik 44-cü suala. Deyir ki, A, B və C soxluqları üçün ştrixlənmiş hissəyə uyğun ifadəni müəyyən edin. Diqqətlə baxaq görək. Burada nə görürük? Görürük ki, baxın, heç cavablara baxmıram. A ilə B birləşməyi istəyib, tam birləşirmiş, amma buradan elə bil, nə isə qopardıblar. O qopartdıqları hissə nədir? Görürük ki, elə C-nin tamamı imiş, C-ni buradan çəkib qopardıblar. O zaman baxın, heç cavablara hələ də baxmıram. Yazıram ki, A birləşmə B çıxılsın C. Qopartmaq nə deməkdir? Çıxmaq deməkdir. Baxaq görək cavablarda varmı? Elə A variantında cavabı görürük. Keçdik 45-ci suala. Deyir ki, 3x minus y bərabərdir 3, 2x minus 3y bərabərdir 13 sənliyindən x plus y cəmini tapın. Mən nə eləyərəm burada? Birinci ifadəni vuraram 3-ə. Alıram ki, 9x minus 3y bərabərdir 9. Həmçinin 2x plus 3y də bərabərdir 13. İndi tərəf-tərəfə toplayıram. 11x bərabərdir 22-yə, x bərabərdir 2-yə. Deməli, x-i 2 tapdım. Gətirib yerinə qoyub y-i hesablayıram. 4 plus 3x, daha doğrusu 3y bərabərdir 13. 3y bərabərdir 9, y bərabərdir 3. Deməli, x-imiz 2, y-imiz 3 imiş. X plus y cəmini istəyir bizdən. 2 plus 3 də 5 edər. Cavab A variantı. Deməli, keçdik 46-cı suala. 46-cı sualda nə deyir? A, B və C natural ədədləri üçün A bölü B 2 bölü 3 nisbətindədir. B bölü C 4 bölü 5 nisbətində olarsa, A plus B plus C-nin ən kiçik qiymətini tapın. Bizə deyir ki, natural ədədlərdir. Gəlin o zaman belə yazaq. A bölü B bərabərdir 2 bölü 3. Deməli, yaza bilərik ki, A bərabərdir 2K-dır, B bərabərdir 3K-dır. Həmçinin deyir ki, B bölü C nisbəti də 4 bölü 5 nisbətindədir. O zaman B-yə deyə bilərik ki, 4-əndir, C-yə deyə bilərik 5-əndir. Deməli, 4-ən 5-ən. İndi B həm 3K-dır, baxın, B 3K-dır, həm də 4-əndir. İndi mən hansı ilə əvəz etmək istəyirəm? Tutalım ki, N-i K ilə əvəz edək. N bərabərdir nəyə? 0,75 K-ya, elə də yaza bilərəm, belə də yaza bilərəm. 4-də 3 K-ya. İndi deməli, N-i K ilə əvəz etmək olur. Yazaram ki, A bərabərdir 2K, B bərabərdir 4K, da doğrusu, artıq 4-əni yerinə yazıram, 4 vurulsun, 4-də 3K, zaten buradan 3K olduğunu görürdük. Yazıram ki, B bərabərdir 3K, C nəyə bərabər imiş? 5 vurulsun, 4-də 3K, yəni 15 böl 4K. Deməli, bunları aldım. İndi bizdən ABC natural ədədlərinin ən kiçik qiymətini istəyir. Gəlin, bunu neçə almışdımsa bura qeyd edim. 4-də 15. İndi, görək elə, bu ədədləri ödəyən ən kiçik ədəd neçədir? Bu ədədləri ödəyən ən kiçik ədəd 4 olacaq. Deməli, 4 qoysaq neçə eləyir? A edir 8, B edir 12, C edir 4 qoyduqca 15. Niyə 4 qoyduq? Yaxşı. Çünki ABC natural ədəd olmalıdır. Biz gördük ki, bu nisbət necədir? 2K, 3K, 15 böl 4K. Axı, natural ədəd olmalıdır. 15 böl 4K-da
Ən kiçik natural ədəd haçan ödənir? K bərabərdir 4 olduqda. 4 vur 4 olsa, bu 4'lər gedər, sadəcə 15 qalar. İndi gəlin görək nisbət ödənirmi? 8 böl 12. İxtisar apardıqda nə qalır? 4'ə ixtisar aparsaq 2 böl 3 ödəndə. Digər yandan da 12 böl 15. İxtisar apardıqda nə qalır? 3'ə ixtisar aparsam 4 böl 5 qalır. Deməli, nisbətimiz də ödənir. O zaman ABC ədədlərini tapdıq ki, 8, 12, 15 imiş. Bunların cəmi neçə eləyəcək? 8 plus 12 plus 15 bərabərdir 35. Cavabımız 35. 46 çox maraqlı bir sual idi. Keçdik 47-ci suala. Deyir ki, A parametrinin hansı qiymətində n bərabərdir 4 vur 21 üstü A ədədinin 18 sadə vuruğu olar. Sadə vuruqların sayını necə tapırdıq biz? Qüvvətləri toplayaraq. Gəlin indi baxaq. Amma burada birbaşa qüvvətləri toplamayacaq. Birinci bir sadələşdirmə aparaq. Yazarıq ki, n ədədi bərabər imiş. 2 üstü 2, çünki 4 var burada. Vurulsun. 21'i yazaram ayırma xəstəsinə əsasən. 7 üstü A vurulsun 3 üstü A. Deməli 2 plus A plus A nəyə bərabər imiş? 18'ə. Çünki 18 sayda sadə vuruğu var. Və deyir ki, buradan alırıq ki, 2A bərabərdir 16'ya, A bərabərdir 8'ə. A'nın hansı qiymətində o qədər vuruğu var imiş? 8 qiymətində. Cavabımız oldu 8. Bu da belə. Bunu da qeyd edək 8. Burada da qeyd etdik ki 35. Bu şəkildə davam edir. Deməli 48. Cavab üçün buranı ayıraq. Yazırıq ki, deyir ki bizə x kvadrat plus 6x plus y kvadrat minus 12y minus 4 bərabər 0 təmlinlə verilmiş çevrənin mərkəzinin koordinatları cəmini tapın. Necə taparıq? Bilirik ki, bu çevrənin koordinatları necə verilir? X minus x0'ın kvadratı plus y minus y0'ın kvadratı bərabərdir r kvadratına. Gəlin baxaq, bunu kvadrata necə sala bilərik? X kvadrat plus 6x verib bizə. Bizə buradan nə çatmır? Plus 9 çatmır ki, bunu müxtəsər bulma düsturu kimi yazaq. Üzərinə qalınsın. Y kvadrat minus 12y verib. Nə yoxdur burada? Deməli, buradan 6, 36 yoxdur da. Plus 36 yoxdur. Mən bunun üzərində neçə gəldim? 9, 36, 45 gəldim. Düzdür? O zaman bu 45'i də çıxmalıyam. Çünki bir şeyə nəsə əlavə ediriksə, onu da çıxmalıyıq ki, dəyişməsin. Çıxılsın 45. Bir dənə də çıxılsın 4'ümüz var idi. İndi bura bizə verir x minus, daha doğrusu x plus 3'ün kvadratı. Üzərinə qalınsın. Bura verir y minus 6'nın kvadratı. Bərabər deyir 45, 4. Digər tərəfə keçdikdə müsbət olur. Olur 49. Yəni 7'nin kvadratı. Gördük ki, tənlik formasına düşdü. İndi bizə deyir ki, bu çevrənin mərkəzi koordinatları. Mərkəzi koordinatları bilirik ki, bu ilə budur. Mənfi x0, mənfi y0 olmalıdır. Burada müsbət üstsə, deməli, x0 bərabərdir mənfi 3'ə, y0 bərabərdir 6'ya. Bunların cəmi bizə nə verəcək? 6 minus 3 bərabərdir 3'ə. Radiusu istəsəydi neçə olardı? 7. Deməli, bizdən mərkəzi koordinatların cəmini istəyir. O da oldu 3. Cavabımız oldu 3. Keçdik 49-cu suala. 49-cu sualda deyir ki, kvadrat tənliyin kökləri x1 və x2 olarsa, x1 plus x2 bölünsün kök altda x1 vur x2'yi ifadəsini hesablayın. Viet teoremi niyə ixtira edib? Niyə tapıb? Biz bunu köklərini ayırmadan da tapa bilək deyə. Buradan bilirik ki, x1 vur x2 bərabərdir bu 4. x1 plus x2 bərabərdir. Bunun əks əmsalı, yəni müsbət 6. İndi yazarıq ki, 6 bölünsün, elə buradan yazıram. 6 bölünsün, kök altda 4. O da bərabərdir 6 bölü, kök altda 4'dən neçə çıxır? 2'yi böldükdə də cavab 3 edir. Deməli, burada da cavabımız neçə oldu? 3 oldu. Keçirik növbəti sualımıza. 50-ci sual. Nə qədər qalıb deməli? 55 dənədir. 50-ci sualda deyir ki, x kvadrat minus 11 kiçikdə 0 bərabərliyini ödəyən ən böyük tam ədədi tapın. Deməli, gəlin bunu ətraflı izah edək. Yazırıq ki, hər tərəfə 11 əlavə etsək. Alırıq x kvadrat
kiçikdir 11-dən. Bəs yaxşı, bunu necə yazarıq? Ən böyük tam ədədi istəyir. Baxın, 11-dən kiçik tam kök neçə var? 9 var da, düzdür? 9 var. O zaman 9-un kvadrat kökü də olur 3. Deməli, bura ən böyük 3 yazsaq, bu 11-dən kiçik ən böyük ədəd olur. Bəs yaxşı, 4 yazsaq, bilirik ki, 4-ün kvadratı 11-dən böyükdür. O zaman bu aşır, bizə lazım deyil. O zaman elə x-in ən böyük qiyməti neçə oldu? 3 oldu. Bu qədər. Bizdən də istənilən elə bu idi. Cavabımız oldu x bərabərdir 3. Sonra deyir ki, alfa bərabər deyir 32 plus 4n dərəcə bucağı iti bucaq olarsa n'in ən böyük tam qiymətini tapın. İti bucaq bilirik ki, iti bucaq 0 ilə 89 arasındadır. 0-89 arasında. Gəlin indi yazırıq. Yəni 90-dan kiçik olmalıdır. Xülasə. Yazmalıyıq ki, alfa kiçikdir 90. Yazırıq ki, 32 plus 4n kiçikdir 90-dan. 4n kiçikdir 58-dən. N kiçikdir neçədən? Hər tərəfi 4-ə bölsək, deməli 14,5. 14,5. Ən kiçik tam qiyməti n neçə olur? 14 olur. Cavabımız oldu 14. 51-də də cavab 14. Keçdik 52-ci suala. Deyir, ordinat oxunu 0,23 nöqtəsində kəsən funksiyanın qrafiki təpə nöqtəsinin koordinatları 3,5 olarsa A-B fərqini tapın. Gəlin ilk öncəliklə nə edək? Bizə deyirsə, ordinat oxunu 0,23 nöqtəsində kəsir. Deməli, x-ə 0 qoyduqda y23 olur. Gəlin x-ə 0 verək. Bura olacaq 0, bura olacaq 0. Deməli, y bərabərdir s olar. Y23 isə s buradan 23-ə bərabərdir. Gəlin buradan qeyd edək ki, s bərabərdir 23-ə. İndi bizə təpə nöqtələri verib ki, təpə nöqtələri x3, y5-dir. Biz bilirik ki, x0 nəyə bərabərdir? Mənfi b bölü 2a-ya. Deməli, bunu bizə veribsə 3. Deməli, b bərabərdir mənfi 6a-ya. Gəlin indi nə edək? Gəlin indi x0-ın yerinə qoyub y0-ı hesablayaq. Alarıq ki, a vur 3-ün kvadratı plus b vur 3 plus 23 bərabərdir 5-ə. 9a plus 3b bərabərdir mənfi 18-ə. Həmçinin burada b-nin qiymətini almışdıq. Gətirib yerinə qoyarıq ki, 9a minus 18a bərabərdir mənfi 18-ə. Mənfi 9a bərabərdir mənfi 18. A bərabərdir 2. A-mız 2-dir. B-miz neçədir? B də bərabərdir mənfi 6 vur 2, yəni mənfi 12. Bizdən A minus B fərqini istəyir. 2 minus mənfi 12 bərabərdir 14. Cavabımız oldu 14. Çox maraqlı bir sual idi. Gəlin bunu da cavabını bura qeyd edək. Cavabı oldu 14. 53-cü suala keçdik. 53-cü sualda deyir ki, mərkəzi O nöqtəsində olan çevrədə BA toxunan BC kəsəndir. AB bərabər deyir 6. Gəlin indi AB-ni tapmağa çalışaq. Bura 6-dır. BD bərabərdir 3. Bura 3-dür. SY bərabərdir 3. Aha. NY bərabər deyir. NY bura. MY də yəqin ki, bura olacaq. Düzdür? Bəli. M nöqtəsi. MN parçasının uzunluğunu tapın. MN parçası. MN hara olur? Hə, buranın ümumi uzunluğu. Nə edərik? Baxın, bura bir x desək. X. Biz 2 dənə burada bir şey görürük. Birinci olaraq bilirik ki, 2 vətər kəsişdikdə onların bölünən hissələrinin hasili bərabərdir. Deməli, hətta bura A deyək, bunlara x deyək. X vur x bərabərdir 3 vur a-ya. Bu birinci qaydamız. Yəni, birinci düsturdan çıxır ki, x kvadrat bərabərdir 3a-ya. İkinci düsturdan nə çıxır? Kəsənlə toxunanın xassəsinə əsasən 6-nın kvadratı bərabərdir 3 vurulsun 3 plus a plus 3. Yəni, 6-nın kvadratı bərabər deyir
3 vur 6 plus a. Yəni 36 bərabərdir 18 plus 3a. Buradan 3a bərabərdir 18, a bərabərdir 6 tapırıq. A-nı 6 tapdıqdan sonra gətirib burada yerinə qoyuruq. X kvadrat bərabərdir 3 vur 6. Doğrudur. 6, 3. Bəli. Heç bir problem yoxdur. X də bərabərdir. Kök altda 18 və yaxud da 9 vur 2'yi. X də bərabər olur 3 kök altda 2'yə. Deməli bizdən X-i istəmirdi, bizdən m-nin ümumi uzunluğunu istəyirdi. M-ni isə 2x-dir. 2x də bərabər olacaq 6 kök altda 2'yə. Cavabımız oldu 6 kök altda 2'yə. Yəni burada 2 düsturu görmək lazımdır. 6 kök altda 2. 54-cü suala keçdik. 54-cü sualda deyir ki, Həsənin 13, Yusifin isə 7 yaşı var. Neçə ildən sonra Həsənin yaşı Yusifin yaşından 1,5 dəfə çox olacaq. Yaş məsələlərində məntiq necədir? Mən 1 il yaşlanıramsa, sən də 1 il yaşlanırsan. O zaman yazırıq ki, Həsən 13 yaşı var. Neçə il sonra soruşursa, bu x il sonra olacaq. X il sonra. Bu x il sonra olduqdan sonra Yusif nə qədər yaşlanacaq? Yusif də x qədər yaşlanacaq. Deyir ki, Həsənin yaşı Yusifin yaşının 1,5 misli olsun. Deməli, Yusifin yaşını vuranda 1,5'e Həsənin yaşı alınsın. Gəlin də bunu hesablayaq. 13 plus x bərabərdir 10,5 plus 1,5x. Buradan alırıq ki, deməli 0,5x bərabərdir 2,5'e. Hər tərəfi 0,5'e bölsək, x bərabərdir 5'e. Görürük ki, 5 il sonra Həsənin yaşı, daha doğrusu, deməli, Yusifin yaşı, burada yazılıb Həsən. Mən də deyirəm, doğru oxudum. Həsənin yaşı Yusifin yaşından 1,5 dəfə çox olacaq. 54-cü sualda bu şəkildə geridə qoyduq. Keçdik 55-ci son sualımıza. Deyir ki, bütün diagonallarının sayı 9 olan düzgün çoxbucağının bir daxili bucağını tapın. Deməli, bütün diagonalların sayını necə tapırıq? Bir təpədən çıxan diagonalların sayı özünə və 2 ilə yanındakına çəkilə bilmir. N çıx 3. Vurulsun. Bucaqların sayı n dənə təpədən diagonal çıxa bilər. Amma bir diagonal 2 təpəni birləşdirir deyə təkrar olunmasın deyə 2'yə bölürük. Bu bərabərmiş 9'a. N kvadrat minus 3n bərabərdir 18. Elə bunu yazıram. Çıx 18 bərabərdir 0. Köklərini ayırsam 9 2 olmaz. 6 3 olar. Mənfi 6 müsbət 3 n. Deməli, n1 bərabərdir 6, n2 bərabərdir mənfi 3. Təpələrin sayı mənfi ədəd olmaz. N olur 6. Deməli, bucaqların sayı 6'dır. 6 bucaqlıdır. İndi bizdən 6 bucaqlının bir daxili bucağını istəyir. 6 bucaqlı n bərabərdir 6. Deməli, bir daxili bucağını necə taparıq? Yazarıq ki, alfa bərabərdir 180 vurulsun n minus 2 böl n. Gəlin indi yazaq 180 vurulsun 6 minus 2 böl 6. Bu da bizə verir. 6 ilə 180 getsə 30. 30 vur 4 o da bərabərdir 120 dərəcə. Deməli, bizdən istənilən çox bucaqlı neçə bucaqlı oldu? 6 bucaqlı. Həmin 6 bucaqlının bir daxili bucağı neçə dərəcəymiş? 120 dərəcə. Son sualımızın da cavabı oldu 120. Və sizinlə bir buraxılış imtahanında düşə biləcək bütün sualların həm qaydalarını təkrarladık, həm də tiplərinə baxdıq. Ümid edirəm ki, video sizin üçün faydalı oldu. Bəyənərək və kanala abunə olaraq həm özünüzə fayda qata bilər, həm də ki, bizə dəstək ola bilərsiniz. Həmçinin qeyd etdiyim kimi, ödənişli hazırlıqlarla bağlı maraqlanmaq istəyirsinizsə, nömrəmizin WhatsApp-na yazaraq ətraflı məlumat əldə edə bilərsiniz. Növbəti bu tip faydalı videolarda görüşmək üzrə sağ olun, Allah'a emanet olun.